son vaxtlar qarşıma çıxır Azərbaycan Kişiləri. da çəkilən videolarda popanı flanş eləmək. Bu söz mənə çox Mən qabağıma bir dənə də elə video çıxmayıb. mənim qabağıma çıxır. Deməli maraq göstərirsən. Maraq göstərmirəm. Alqoritm sən tutub ki, sən Yo. Yanıqsan. Sən yanıqsan, Yo, yes. yo, deyiləm, Sən deyiləm. busan, boynunu al. Deyiləm. Açqın çıxar gözümün içinə bax. Deyiləm. Hə, popa sözü mənə çox şey gəlir belə süni. Xətsiz bir şeydir elə bil. Elə bil xətti yoxdur. Yəni bilirsən necə? Popanı biraz belə eləyirsən. Popa bir də bilsən hansı söz? Abidən başqa ginekoloqlar deyir. Mamaşamız. Mamaşa sözü. Bizim yeni mamaşamız. Yes. Mamaşa sözü təzə çıxıb ortalığa bilmirəm. Biz də keçən dəfə bax ondan Cringe danışmışdıq. tuturam Biz başqa konkret. ginekoloq demirdik. Deyirdi ki, məsələn, bəzi kruklarda olur, qaqaş gəldi ki, mamaşa yığmışdı falan şey. Qaqaşı demirəm, mən həkimləri deyirəm mən. Ginekoloqdur, uşaq, qadın dünya uşaq gətirir, mamaşa deyir ona. Hamısı ona mama demir. Popaya salam. Ana o demir, mamaşa deyir. Mamaşalara salam. Ümumiyyətlə mamaşa sözü də, hə, ikimiz də çox eyni şey belə. danışmışıq orada. Çox belə qəribə bir Qəribə sözdür. Ginekoloqlara salam. Antakloska.